İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Biz şəhidlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Bugünə görə biz onlara borcluyuz. Qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Və biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır. Biz milli ləyaqətimizi bərpa etdik və bugün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bugün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra biz müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.